Salam, hər vaxtınız xeyir olsun değerli izleyicilerim. Sade ve el çatan reseptləri çox sevdiğinizi bildiğim için bugün de sizin için hem asan hazırlanan hem de çok tatlı bir reseptle gelmişim. Evde cəmi bir neçə sadə ərzaq varsa bu resepti mütləq sınayın. Nəticədə elə yumuşaq peçenyalar alınır ki hamı resepti sizden soruşacaq. Dedim ki ərzaqlar çalışın, hamısı ev temperaturunda olsunlar. 3 ədəd ağlı sarılı iri ölçüde yumurta götürürük. Yumurtaların üzerine 1 stəkan, yəni 200 ml stəkan ölçüsüyle 1 stəkan dolu 200 qram şeker tozu əlavə edirik. Burada mikserə ehtiyac yoxdur. Sadəcə yumurta çırpan vasitəsilə 1 dəqiqə müddətinə şeker tozuyla yumurtanı qarışdırırsınız. Bir dəqiqə qarışdırdıktan sonra üzerine 200 qram ərinmiş kərə yağı əlavə edirik. Bu da 200 ml stəkan ölçüsüyle 1 stəkan dolu yağ eləyir. Yağı da üzerine əlavə etdikdən sonra çox az görürsüz qarışdırıram və üzerine yenə də 200 qram, yəni 1 stəkan xamı əlavə edirik. Mən 20%li xamadan istifadə etdim. Xamanın yağlıq faizinin heç bir fərqi yoxdur. Hansından olsa istifadə edə bilərsiniz. Və yenə də yumurta çırpıcı vasitəsilə qarışdırıram. Qarışdırdıktan sonra üzerine 1 yemək qaşığı, yəni 1 paket qabartma tozu və 1 paket də vanil əlavə edirik. Yenə də çox az qarışdırırıq bunları. Ən sonda isə hissə unu əlavə edirik və çox yumuşaq xəmir əldə edirik. Her zaman qeyd edirəm, reseptlərimdə, videolarımda istifadə etdiyim stəkan ölçüsü 200 ml stəkan ölçüsüdür və bu reseptdə mən 200 ml stəkan ölçüsüyle 4 stəkan yarım undan istifadə etdim. 4 stəkan yarım unda qramla ölçsəniz 580 qram un eləyir. Kimin tərəzisi varsa tərəzidə ölçsəniz daha yaxşıdır. 580 qram undan istifadə etdim. Yoxdursa stəkan ölçüsüyle də istifadə edə bilərsiniz, yəni ölçə bilərsiniz. 200 ml stəkan ölçüsüyle 4 stəkan yarım undan istifadə etdim, amma unu gördüyünüz kimi hissə əlavə etdim. Bir dəfəyə əlavə etmədim. Çünki unların növləri fərqli olur. Yumurtanın böyüklüyündən, kiçikliyindən asılı olaraq az veya bir qədər də artıq un istifadə oluna bilər. Amma baxın, bu xəmirdə ən əsas xəmirin bu Türklər demiş kıvamıdır, yəni qatılığıdır. Görürsüz, xəmir bu cür olmalıdır. Bu cür olduqda buna götürüb əlavə un qətiyyən tökməyin. Yəni biraz belə ələ yapışqanlığını görüb un qətiyyən vurmaq lazım deyil. Xəmiri yoğurdum. Hətta xəmiri görürsünüz, mən sona dək qaşıqla qarışdırdım. Ən sonda isə biraz xəmirə əlimi vururam. Baxın, yağlı xəmir olduğu üçün çox yapışqanlığı yoxdur. Sadəcə barmaq uclarına az da olsa biraz belə yapışqanlıq olur. Ona görə üzərini bir çay dəsmalı ilə örtüb, çox yox, saata baxın, cəmi 10 dəqiqə. 10 dəqiqə gözlədirik. 10 dəqiqə keçdikdən sonra xəmirə gördüyünüz kimi götürürük xəmiri. Əlimə nə un vurmuram, nə yağ vurmuram. Xəmirdən hissə götürürük və orta böyüklükdə, yəni mandalin böyüklükdə kündələr tuturuq. Qətiyyən üzərindən də basıb yasladmırıq. Elə biraz hündür formada. Bunu demək ki, listə məsafəli şəkildə hamısını forma verib yığırıq. Listə düzdükdən sonra da gözlətməyə ehtiyac yoxdur. Birbaşa bişiririk. Değerli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm, videolarımızı izləyərkən kanalımızın böyüməsində, videolarımızın daha çox insanların qarşısına çıxmasında bizə dəstək olmaq üçün videoları izləyərkən saniyəniz ayrı yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Və əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Siz də bu cür etməklə, videolarımızı paylaşmaqla kanalımızın böyüməsində, videolarımızın daha çox insanların qarşısına çıxmasında bizə çox böyük dəstək olmuş olarsınız. Dəstək olan hər kəsə də buradan ayrarlıqda öz təşəkkürümü bildirirəm. Allah hər birinizi var eləsin, Allah hər kəsin ürəyinə görə versin. Baxın, hamısına forma verdikdən sonra ümumilikdə bir list yarım, yəni bir list doldu, ikinci list dolmadı. Ədədlə desək də 22 ədəd peçenyalar alındı. Mən gözə yarı olaraq mandalin böyüklüyündə tuturam. Və üzərinə 2 yumurta sarısına 1 çay qaşığı duru yağ əlavə edib qarışdırıb çəkdim. Və bir qədər də qoz ləpəsi götürmüşdüm. Qoz ləpəsini də rondodan üyüdürük və bunların üzərinə əlavə edirik. O qədər gözəl alınır ki, sobanı da öncədən yandırmışıq. Öncədən isidilmiş sobada 180 dərəcədə mən konveksiya rejimində sobanın ən alt gözündə
Qızarana dek bişirib götürdüm. Tam olarak 25 dəqiqə müddətində bu peçenyalar bişib hazır olur. Yəni çox tez bişirlər. Adi sobalarda da 190-200 dərəcə arasında bişirə bilərsiniz. Yəni sobalar müxtəlif olur. Hər kəs öz sobasını gərək dilini bilsin. Tam 25 dəqiqə müddətində peçenyalar bişib hazır oldu. Altı xına kimi qıpqırmızı qızarır. Üzəri də bir qədər qızarır və götürürük soymasını gözləyirik. Gördüyünüz kimi hazırlaması çox asandır. Xəmiri cəmi 10 dəqiqəyə hazır edirsiniz və forma verib bişirirsiniz. Yəni tez bazar evinizə bir qonaq gələrsə və ya ürəyinizdən bir şirniyyat keçərsə çay süfrəsində içməyə bu peçenyaları mütləq sınayın, mütləq bişirin. Geri dönüşlərinizi mütləq gözləyəcəm. Hətta onu da qeyd edim ki, əgər kişmiş sevənsinizsə, onda xəmir hazır olduqdan sonra xəmirin içərisinə 1 ovuc, 2 ovuc kişmiş də əlavə edə bilərsiniz. Yenidən xəmiri toparlayıb və forma verib bişirə bilərsiniz. Hətta bu xəmirə qoz ləpəsi də əlavə edə bilərsiniz içliyinə. Yəni bu da artıq qalıb ağız dadına sizin zövqünüzə. Mənim övladlarım kişmiş sevmədiyi üçün, yəni adətən şirniyyatın içərisində kişmiş olanda və ya bulkanın içərisində onlar o kişmişi içərisindən çıxardırlar, daha sonra yeyirlər. Ona görə mən kişmiş istifadə etmədim. Əgər siz sevirsinizsə, övladlarınız sevirsə, onda içərisinə, yəni xəmir tam hazır olduqdan sonra içərisinə kişmiş və ya qoz ləpəsi də əlavə edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Sizlər də bu cür sadə reseptlərdən faydalanın, övladlarınızı sevindirin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.